Salam hər biriniz, axşamınız xeyir olsun. Məlum olduğu kimi bugün sizlər üçün təşkil etmiş olduğumuz bir aylıq ödənişsiz proqramın sonuncu təlimini artıq təşkil etdik. Kurs müddətində bir sıra təlimçilərlə əməkdaşlıq etdik ki, onlar da sağ olsunlar. Bizdə yeri biliş və bacarıqlarını bizlərlə auditoriyamızla bölüşdülər. Və sonuncu təlimçimiz isə Sevani xanımdır, hansı ki, öz sahəsinin peşəkarlarından olan mütəxəssislərdən biridir. Yeri gəlmişkən həm də müəllimədir və fürsətdən istifadə edib müəllimlər günü münasibəti ilə də onu və auditoriyamızda olan digər müəllimləri təbrik edirəm. Proqram çərçivəsində biz çalışdıq ki, sizlərə bu mövzular barəsində düzdür, hər biri geniş mövzulardır, amma biz çalışdıq ki, hər bir mövzu barədə əsas baza bilikləri sizlərdə formalaşdıraq ki, bu sizin peşəkar və akademik inkişafınız üçün müəyyən töhfələr verəcək, biz buna əminik. Və müəyyən texniki çatışmazlıqlar bəzən ola bilir, bəzən hər hansı bir gecikmələr və s. yaşana bilir. Bu təbii ki, bizdə yox, ümumən baş verə bilir. Zəhmət olmasa danışmadığımız təqdirdə mikrofonları bağlı saxlayaq. Və sizə də bu prosesdə anlayış göstərdiyiniz, eyni zamanda etimad göstərib proqrama qatıldığınız üçün təşəkkürümü bildirirəm. Biz artıq son təlimdəyik. Mən istərdim çox danışmadan, zamanı çox almadan söz verim Sevani xanıma. Sevani xanım, bir daha sizi salamlayıram. Axşamınız xeyir olsun. Fürsətdən istifadə edib peşə bayramınızı da təbrik edirəm. Buyurun, söz sizdə. Salam, hər vaxtınız xeyir olsun. İlk öncə hər birinizi salamlayıram. Ola bilər təlimdə yeni qoşulanlar olsun. Özümü təqdim edeyim. Sevani Əmrahova, Riyaziyyat İnformatika müəlliməsiyəm. Həmçinin kompüter kursu üzrə təlimlər keçirəm. Günay xanım, məni bugünkü təlimə dəvət elədiyiniz üçün təşəkkürümü bildirirəm ilk öncə sizə. Və aramızda ola bilər ki, müəllimlər olsun. Mən də Günay xanımın təbriklərinə qoşularaq bütün müəllimləri təbrik edirəm. Hər birinizə fəaliyyətlərinizdə uğurlar arzu edirəm. Və Günay xanımın da qeyd etdiyi kimi, bugün mən sizə sonuncu təlimi, Exceldən sonuncu təlimi keçəcəm. Hər birinizə xoş dinləmələr arzu edirəm. Burada kimsə sual verib ki, formullar göstərəcəksiniz bizə. Əgər vaxtımız qalsa, bəli, çalışacağam ki, göstərim, amma vaxtımız qalmasa, təəssüf ki, göstərə bilməyəcəm. Siz artıq özünüz də bilirsiniz ki, ekranım görünürmü sizdə hal-hazırda? Çox ehtimal ekranım görünməlidir sizdə. Bildiyiniz kimi, baxın, siz artıq bir aylıq təlimə qoşulmusunuzsa və sonuncu təlimçi mənəmsə, deməli, siz Word və artıq PowerPoint təlimlərini keçmişsiniz və bilməlisiniz ki, Word və PowerPoint Excel qədər, belə deyək də, dərinliyi, xırdalığı çox da yoxdur. Yəni, Exceldə xırdalıqlar daha çoxdur və ən geniş mövzumuz, belə deyək, Microsoft Office paketlərində Exceldir. Və mən sizə keçən dərs fayl menyusundan, home tabından və worksheetlərdən, yəni işçi vərəqlərindən danışmışdım. Bugün isə ən əsas insert və page layoutdan danışacağım bu iki tabdan. Vaxtımız qalsa formulansa toxunacaq. Vaxtımız qalmasa isə təəssüf ki, baxa bilməyəcək. Vaxt itirmədən, əgər suallarınız yoxdursa, başlayaq izah dərsimizə. Sualınız varsa, buyurun, indidən verin. Və qeyd elədiyim kimi, əvvəlki dərsdə də demişdim, suallarınız olduğu zaman həm səsi açıb suallarınızı verə bilərsiniz və yaxud da burada komment hissəsinə yazın, mən oxuyacağam. Ola bilər ki, gecikə uzatım. Günay xanım, əgər suallar vacib olarsa, siz orada mənə zəhmət olmasa oxuyarsınız. Başlayaq. Insert lent tabından danışacaq. Insert lent tabının daxilində baxaq görək bizim hansı lent qruplarımız var, yəni biz hansı lent qrupları və onun əmrləri ilə tanış olacaq. İlk öncə biz insert lent tabında tables, chart, sparklines, filter və link lent qrupları ilə tanış olacaq və onların daxilində olan, belə deyək də, əmrlərimizlə tanış olacaq. Gəlin əvvəlcə elə keçən dərs sizlə baxdığımız cədvəli açaq, o cədvəl üzərindən gedək. Yox, bu deyil də. Yox, hər hansı bir cədvəli açaq, əsas odur bizim bir cədvəlimiz olsun və insertə daxil olaq. Insertə daxil olduğumuz zaman table cədvəlimizin daxilində ilk gördüyümüz əmr pivot table.
Pivot table əmrində biz nə iş görürük? Deməli, pivot table əmri mürəkkəb verilənləri asanlıqla tərtib etmək və onların belə deyək, qısa xülasəsini çıxarmaq üçündür. Bu nə deməkdir? Gələk, əvvəlcə cədvəlimizi seçək. Baxın, Ctrl A edirəm, cədvəlimizin daxilini seçirəm. Seçdikdən sonra pivot table-ı vurduğum zaman mənə iki seçənək verəcək. Biri verəcək yeni bir isti vərəq. Digəri verəcək elə hal-hazırda olduğun isti vərəqin üzərində işi gör. Mən deyirəm yeni bir isti vərəq aç. Açdıqdan sonra belə bir isti vərəq görünəcək. Biz burada nə edəcəyik? Baxın, misal üçün mən götürürəm adı, istəsəm filtrləyə bilərəm, sütun üzrə, sətr üzrə. Tutaq ki, məsələn, mən istəyirəm ki, ad, baxın elə columns, sütunlar üzrə olsun. Və yaxud da rows, hansı istəyirsinizsə, sadəcə hara aparmaq istəyirsinizsə, üzərinə sol klik edirsiniz. Belə deyək, basıb saxlayırsanız, buraxmadan istədiyiniz yerə sürükləyirsiniz. Əgər sütun üzrə filtrləməni belə deyək də aparsanız, bu şəkildə görəcəksiniz. Sətr üzrə isə bu şəkildə olacaq. Tutaq ki, mən adı vurduğum zaman, görürsünüz, sadəcə cədvəlimdə olan tutaq ki, bir qism adları görürük. Mən deyirəm ki, adlarla birgə soyadları da görmək istəyirəm. Gətirib bu soyadları qoyduğum zaman, baxın, misal üçün, Aysel adından. Siz mənim əvvəlki cədvəlimə fikir versəniz, burada adlar çoxdur. Yəni, burada cədvəldə 31 nəfər şəxsin adı qeyd olunur. Amma mənim bu isti vərəqimdə fikir versəniz, bunları bağlayayım bircə dəqiqə. Bağlamaq üçün burada minus işarəsi var. Üzərinə kliklədiyim zaman bağlanmış olur. Baxın, sanki gizlədirəm bunları. Yəni, ilk öncə gizlədək. Baxın, görürsünüzmü? Burada 13 şəxsin adı var. Niyə? Çünki Aysel adından bir neçə dənədir. Sadəcə başlıq olaraq Aysel yazılıb, burada isə soyadlarda Aysel Əliyeva, Hüseynov, Rızay. Və yaxud da elçini plusu vurduğumuz zaman açılır Hüseynov, Rəsulov və s. Yəni, bu şəkildə görə bilərsiniz. Və yaxud da, misal üçün, ad, soyad, sırf ixtisasa baxmaq istəyirsiniz, işləmə tarixinə baxmaq istəyirsiniz. Nəyi görmək istəyirsinizsə, onu gətirirsiniz, ya sətr üzrə düzənləməni aparırsınız, ya da sütun üzrə. Bu şəkildə görmüş olacaqsınız. Və həmçinin insert tabında biz pivot table-a daxil olduğumuz zaman, orada elə burada filters var, slicer, timeline. Siz buradan elə görəcəksiniz ki, baxın, normalda bizdə, normal şəklimizdə bu, slicer və timeline. Həmçinin pivot table rejimində də buradan slicer və timeline-ı görürsünüz. Yenə burada da filtrləməni apara bilərsiniz. Məsələn, mən istəyirəm ad, soyad və ixtisası görüm. Quşu qoyub, oku vurduğum zaman həmin hissələr görünür. Baxın, gəlib bunları yan-yana düzürəm. Bunun bir müsbət cəhəti, sevdiyim hissəsi bilirsiniz nə? Məsələn, mən istəyirəm Ayselə baxmaq, düzdürmü? Ayselə vurduğum zaman digər hissələr, baxın, rəngi solğunlaşır. Aysel Əliyeva, Hüseynov, Rızayev, bunların tutaq ki, ixtisasları görünür. Və yaxud da gəlirəm Nicara vurduğum zaman Nicarda bir dənədir. Baxın, görürsünüzmü? Məmmədov marketing. Və burada, məsələn, siz buranı necə görürsünüz? Mavi rəng görürsünüz. Amma rəng seçimi də sizin özünüzdən asılıdır. Baxın, rəngləri də özünüz təyin edə bilərsiniz. Əsas hansı hissələrdirsə daha çox onlara toxunacaq. Daha sonra, gələk buradan bizdə insertdə hansı tabımız var? Recommend pivot table hissəmiz var. Gəlin, əvvəlki şəklimizə daxil olaq. Baxın, recommend pivot table. Burada artıq biz cədvəlin görünüşünü, baxın, nə formada görünsün pivot table-da, onu təyin edirik. Yəni, bizdə normalda fikir verdinizsə, biz pivot table-a daxil olduğumuz zaman bu rejimdə görünürdü. Amma buradan biz rejimlərdə dəyişə bilərik, yəni hansını istəyiriksə seçə bilərik. Daha sonra sizlə cədvəl yaratmağı öyrənmişdik, bir neçə üsulla cədvəli yarada bilirdik. Həmçinin cədvəli yaratmağın digər yolu isə, baxın, tables'ın içərisində table əmrinin daxilindədir. Gələm istədiyim hissəni seçirəm. Tutaq ki, bunu cədvəl halına gətirirəm. Bir dəfə table'ın üzərinə klikləyirəm. Oku vurduğum zaman artıq bu cədvəl halına gəlir. Cədvəl halına gəldikdən sonra isə tutaq ki, bunun rəngini və s. dəyişmək mümkündür. Gəlin bu cədvəlimizi biz silək. Silmək üçün cədvəli tamamilə silmək istəyiriksə, gəlirik Home-da. Deməli, delete hissəmizdə. Bizə dəqiqə delete cells. Aha. Bizə dəqiqə mən bütöv silmək istəyirəm.
biraz tez-tez burada. Aha, sildik. Tamamilə silmiş oldu. İndi daha sonra gəldik illustration. Elə tabımızın adı da baxın burada chartların daxilində bir yerdə gedir. Illustration'a daxil olur. Burada pictures var. Shape var, icon var, 3D model, smart art, screenshot, əmrlər. Görək burada nə edə bilərik? Baxın pictures, şəkil əlavə edirik. Şəkili kompüterin daxilindən də əlavə edə bilərik və yaxud da internet üzərindən də hər hansı bir şəkili gətirə bilərik. Məsələn, mən istəyirəm internetdən yükləyim. Gəlirəm, daxil oluram internetə. Nə şəkili yükləyək? Baxaq indi buradan. Məsələn, elə burada bizə uyğun, məsələn, elə götürək bu məktəblinin şəklini əlavə edin. Baxın, siz ola bilər şəkili bu şəkildə əlavə eləmək istəyirsiniz. Bir də var, sırf sətrin daxilinə şəkil əlavə eləmək istəyirsiniz. Baxın, daha doğrusu xananın daxilinə. Yəni bunun içərisinə o şəkili əlavə eləmək istəyirsiniz. Amma bu şəkildə siz şəkil əlavə eləsəniz, nə qədər də kiçiltsəz, yəni o görünüşü almayacaqsınız. Baxın, nə qədər də kiçiltsəz, bunun içərisinə sıxışdırmaq alınmayacaq. Bunu necə edə bilərik biz? Gəlirik buradan, hansı xanaya şəkil əlavə eləmək istəyiriksə, həmin xananı seçdikdən sonra illustration'da shape hissəsinə. Baxın, shape'dən bir dənə bura shape fiquru əlavə edirəm. Bax ki, kvadratı əlavə elədim. Baxın, əlavə elədim. Əlavə etdikdən sonra gəlirəm buradan shape fill hissəmə. Shape fill hissəmdə pictures var, görürsünüzmü? Baxın, pictures'ə daxil oluram. Yəni, eyni şəkli gətirib xananın daxilinə yerləşdirəcəm və xananın içərisinə sıxışacaq. Baxın, gəlirəm buradan artıq xanamın içərisinə. Baxın, gördüyünüzmü? Sıxışdı. Bunu nə qədər də istəsəydim, buradan bu şəkildə sıxışdıra bilməyəcəkdim. Amma bir şey fiquru əlavə etməklə mən bu şəkili bura sıxışdırdım. Şəklin indi ola bilər ki, siz tutaq ki, sətri enlədə bilərsiniz. Baxın, tutaq ki, gəlirəm, mən buradan sətri böyüdürəm. Baxın, bu zaman şəklimdə böyümüş olacaq. Yəni, sətr üzərində nə iş görsəniz, bu şəkilə də təsir olacaq həcm baxımından. Sonra illustration'da əlavə olaraq nələr var? Shape fiquru dedik buradan. Siz daha çox biz shape fiqurlarından nədə istifadə edirik? Word-də və yaxud da PowerPoint-da, amma istəsəniz Excel-də də istifadə edə bilərsiniz. Və yaxud da burada ikonlar var ki, ikonların hər birimiz bilirik də nə işə yaradığını. Baxın, burada ikonlar olur. Siz hansı ki, bu ikonlardan istifadə edə bilərsiniz. Məsələn, mən bu ikonlardan nədə istifadə edirəm? Özüm üçün CV yaratdığım zaman və yaxud da hər hansı bir poster yaratdığım zaman, məsələn, telefon ikonundan istifadə edib, telefon nömrəmi yazıram ora və yaxud da başqa ikonlardan istifadə edə bilərəm. Əlavə olaraq burada 3D model var. Bu 3D modelindən yenə mən PowerPoint-da daha çox istifadə edirəm. Nəyisə vizual şəkildə göstərmək istəyirəmsə, bu zaman onun 3D modelindən istifadə edirəm. Bunun üçün də yenə gəlirik internetə daxil oluruq. Nəyin 3D modelini istəyirsinizsə, tutaq ki, kompüter 3D modelini istəyirsinizsə, gəlib seçib, insert edirsiniz və əlavə olunmuş olacaq ekran. Baxın, bu şəkildə. Və bunu vizual olaraq da istədiyiniz kimi, belə deyək, kimlərəsə göstərə bilərsiniz. Sanki əlinizdə tutub hərəkət elətdirirsiniz. Amma bir şey qeyd edeyim ki, köhnə versiyalarda bu illustration hissəsində 3D model yoxdur. Microsoft Office paketlərinin yeni versiyasında 3D modellərindən görə bilərsiniz. Sonra burada smart artlar var. Bu smart artlar ağıllı diaqramlar deyə bilərik bunlara. Yəni, nəyisə sistemli şəkildə yenə göstərmək istəyirsinizsə, bu smart artlardan istifadə edə bilərsiniz. Yenə də mən məsələn Excel-də bundan heç indiyə qədər istifadə eləməmişəm. Daha çox istifadə edirəm PowerPoint-da təqdimat hazırlayarkən və yaxud da şagirdlərim üçün hər hansı bir mühazirəni özüm tərtib edirəmsə, həmin mühazirəni biraz rəngli eləmək üçün daha diqqət cəlb edən hissələri, məsələn, buradakı smart artlardan istifadə edirəm. Və əlavə olaraq screenshot var. Screenshot da hansı ki, siz bilirsiniz ki, ekran görüntüsü almaq. Nəyisə deyəndə ki, tutaq ki, baxın, mən açıq pəncərəm hansıdır? 3 dənə burada Excel-də açıq pəncərəm var. Gəlin bir dənə də başqa bir açıq pəncərə açaq. Məsələn, onun ekran görüntüsünü götürməyə çalışaq. Bircə dəqiqə gəlin buradan fayla daxil olun. Baxaq görək. Bircə dəqiqə artıq bu cədvəlim mənim deaktiv olub çalışmır. Bu var zaten ekranda. Başqa görək hansı var. Məsələn, baxın, bunun ekran görüntüsünü almaq istəyirəm. Keçid edirəm həminki. Bunu bir dənə
Gəlirəm burada insertdə, illustrationda screenshot. Baxın, hansı cədvəlimi istəyirəmsə ekran görüntüsü. Hal-hazırda ekran görüntüsünü aldım, gətirdim bura. Sadəcə indi bu ekran görüntüsü ola bilər ki, siz istifadə edərsiniz nəyəsə görə. Bu zaman buradan belə ekran görüntüsünü alıb gətirib həzmini kiçildib yerləşdirə bilərsiniz. Gəlin silək. Bu şəkli də silmək üçün, ekran görüntüsü silmək üçün üzərinə klikləyib seçib backspace vurduğunuz zaman silinmiş olacaq. Illustrationdan da danışdıq. Gəlirik chartlara. Chartlar nə deməkdir? Diaqramlar. Bəs bu diaqramları necə qururuq? Biz cədvəl əsasında. Yəni cədvəlimizə uyğun olaraq diaqram qurmaq mümkündür. Bunun üçün nə edirik? Gəlirik Ctrl-A edib cədvəli seçirik. Amma ora qədər bir dənə diqqət edeyim görüm. Nəsə yazmısınızmı? Rekord olacaqmı? Bəli, rekord hal-hazırda gedir. Aha, deməli gəldik cədvəlimizi seçdik. Baxın, buradakı hər bir əmrdə, burada gördüyünüz bütün əmrlər əslində bu recommend chartın daxilindədir. Gəlib buradan all charta vurduğum zaman, baxın bunların hər biri onsuz da bunun daxilindədir. Baxın, diaqram olsun, line, xətt olsun, P olsun və s. İndi gəlin elə buradan başlayaq. Məsələn, mən bu cədvəlimi istəyirəm column, sütun üzrə göstərmək. Baxın, gəlirəm buradan hansı 3 dənə seçənək verir. Hansını istəsəm birini seçə bilərəm. Seçdim, tutaq ki, oku vurduğum zaman artıq nə olacaq? O diaqram məndə belə deyil, sütunlu diaqramım yaranmış olacaq. Və mən bunun üzərində nə bilərəm? Tənzimləməmi apara bilərəm. Necə? Mən fikir versəniz, diaqramı əlavə etdikdən sonra məndə chart dizayn və format adlı 2 dənə əlavə olaraq lent qrupları açıldı, daha doğrusu lent tabları açıldı və bu lent tabların üzərində mən istədiyim dizaynı dəyişə bilərəm. Baxın, məsələn, qara rəngdə göstərə bilərəm və yaxud da başqa burada formatlar var. Məsələn, bu daha belə deyək də daha sərgəli və daha ön plana çıxarmış olur. Yəni hansı seçənəyi istəsəniz seçə bilərsiniz. Sonra burada add chart hissəsindən siz əlavə tutaq ki, məsələn, buradan əlavə bir ad əlavə eləyərsiniz, ad, soyad və s. buradan, yəni bunun daxilinə əlavə eləyərsiniz və o özü də başqa bir rəng. Artıq buradakı rənglər yox da, müxtəlif bir rəngi alacaq və burada həmin sütunu görmüş olacaqsınız. Bir dənə sizdən bir xahişim var ki, bura diqqət eləyəsiniz. Baxın, hamısı sütunlarım yuxarıdadır, fikir verirsiniz. İstiqamətə baxın, hamısı yuxarı baxır. Bir dənə bu hissə aşağı baxır. Səbəbi nədir? Çünki burada hansısa maaş hissəm var ki, mənfidir. Yəni, həmin hissə bizə borclu qalıb. Məsələn, maaş cədvəlidir. Deməli, mənim, tutaq ki, müdir mənəm, mənim işçilərimə verəcəyəm maaşlar bunlardır. Amma düşünün ki, hansısa işçi məndən avans alıb. Biri 50 manat alıb, biri tutaq ki, 345 manat avans alıb. Baxın, bu onu göstərir. Yəni, bu aşağı baxan artıq göstərir ki, işçinin sənə borcu var, sənin işçiyə yox. Belə anlaya bilərsiniz. Sonra, buradan gələk indi bu bir bizim sütunlu diaqram növümüzdür. Sonra digərlərini də göstərək sizə. Gələk yenə Ctrl-A eləyək. Recommend all chart. Sonra, baxın, columns dedik, line, xətlər üzrə göstərə bilərik. Sanki bu xətlər üzrə belə deyək də, təkcə maaş cədvəli olmasa, məsələn, siz şagirdləriniz olsun, indi ola bilər aramızda müəllimlər olsun. Məsələn, siz şagirdlərin KSG, BSG ballarını qeyd eləmişsiniz və yaxud da bir şagirdin sırf 11 il ərzində bütün nəticələrini bir cədvələ qeyd eləmişsiniz. Və onun, belə deyək də, bu 11 il ərzində ballarını belə line xətlər vasitəsilə artıb azalma və s. Yəni, orada tarixlər və s. qeyd elədiyiniz zaman müşahidə apara bilirsiniz ki, tutaq ki, bu artma, azalma ardıcılığı necədir. Olmasın bir şagirdiniz, olsun bir neçə şagirdiniz və s. Sonra P var, faiz şəklində göstərə bilərsiniz cədvəli. Bar şəklində baxın, artıq normalda bizdə belə deyək də, sütun üzrə baxanda yuxarı baxırdı, indi sanki sətirlər üzrədir. Sətirlər üzrə göstərə bilərsiniz və yaxud da araya sahə üzrə, X, Y, skater bu şəkildə, yəni burada müxtəlif versiyalar var ki, hansından istifadə eləsəz, yəni sizə hansı uyğundursa, onlardan istifadə edə bilərsiniz. Daha çox mən özüm nələrdən istifadə edirəm? Columnsdan, line-dan və P-dən. Bu üçündən daha çox istifadə edirəm, amma ola bilər ki, siz digərlərindən də istifadə edəsiniz. Yenə də istifadə qaydası hamısında eynidir. Yəni, Ctrl-A edirsiniz, əvvəlcə cədvəlinizin daxilini seçirsiniz. Mütləq deyil ki, cədvəli bütöv şəkildə seçəsiniz. Sizə ola bilər ki, bu qədər, bu qismi göstərmək lazımdır diaqram şəkildə. Yəni, hansı ki qism lazımdırsa, oranı seçirsiniz. Yenə gəlib buradan, recommendlər, buradan baxırsınız.
All chart edirsiniz. Baxın bu şəkildə artıq belə deyək də sütunlarımın sayı azaldı. Sonra gəldik buradan Sparklines hissəsinə. Sparklines'da line var, columns var, windows var. Bunu necə edirik? Burada artıq hazırda var. Biz keçid eləyək, yeni cədvəlimizə daxil olaq, onun üzərinə baxaq. Aha, baxın məsələn, burada KSG ballarını görürsünüzmü? Bir şagirdin, tutaq ki, belə deyək də birinci KSG. Şagirdlərin birinci KSG imtahanında KSG-lərini. Mən göstərmək istəyirəm necə? Line. Bir var, mən buradan bütün cədvəl üzrə belə deyək, line-dan istifadə edeyim, bu şəkildə hesabatımı verim. Tutaq ki, məsələn, bir də var, gəlirəm buradan sırf ballar üzrə. Seçirəm bu hissəni line-a. Və mən buradan oku vurduğum zaman neçə dəqiqə? Bir dənə xanamı seçək. Baxın, bu mənim ümumi xanamdır. İndi gəlirəm hansı hissədə? İstəsəm buradan da göstərə bilərəm. İstəsəm buradan da. Yəni, hansı hissədə görmək istəyirəmsə, onu həmin xananı seçirəm. Eləmək istəyirəm ki, bu KSG-nin altından görüm. Gəlib oku vurduğum zaman, baxın, o 40-40 bu şəkildə görünür. Görürsünüzmü? Ballar üzrə artıb azalma ardıcılıq sanki, baxın, bu şəkildə getmiş olur. Gəlin, bunu deməli biz seçdik hansı ilə? Seçin line. İndi gəlin sütunlu göstərək. Digər KSG hissəmizi isə sütunlu göstərək. Gəlib seçirik buradan columns-u. Columns-u seçdiyim zaman yenə bu xanamı seçirəm və oku vururam. Burada artıq balları sütunlar üzrə görürəm. Bir də var burada win-loss. Win-loss nə deməkdir? Gəlib yenə seçək, sadəcə burada bir mənfi ədədləri yazaq. İndi KSG balı düşünməyin də başqa bir şey düşünün. Mənfi bir şeylər də yazaq bura. Neçə dəqiqə? Mənfi yazaq qarşısına. Birdən də gələk buradan mənfi yazaq. Aha. Gəlib indi seçirik. Baxın, mənfi hissəm. Neçə dəqiqə bunu silim. Aha. Mənfi hissəm mənim qırmızı ilə görünəcək. Müsbət hissəm isə mavi ilə görünəcək. Baxın, gəlib buradan yenə hansı hissəmi, elə bu hissəmi seçək. Oku vurduğum zaman hansı ki mənfi hissələrim var. Baxın, birinci sətrim müsbətdir, ikinci sətrim müsbətdir, üçüncü sətrim mənfidir. Görürsünüzmü? Üçüncüdə artıq qırmızı var aşağı. Və yaxud da digərləri də bu şəkildə. Yəni, bu ardıcıllıqla getmiş olur. Bu da oldu line, columns, windows, slicer, timeline, pivot table-ın içərisində slicer rejimini göstərdik. Timeline-da vaxta görə biz yenə belə deyək də cədvəlimizi filtrləyə bilərik. Sonra link var. Link nə deməkdir? Məsələn, hər hansı bir şəxsin adına link qoyuram və onun üzərinə kliklədiyim zaman həmin hissə açılır. Adi belə deyək də, yəni necə ki, siz WhatsApp-da gəlir, məsələn, Google Meet-in linki üzərinə vurursunuz, açılır. Bu linki də elə düşünə bilərsiniz. Gələm, tutaq ki, Məmmədovaya link əlavə eləmək istəyirəm. Link nə ola bilər? Hər hansı PDF ola bilər, şəkil mi olsun, nə isə də, yəni kompüterin daxilində olan. Məsələn, tutaq ki, deyirəm ki, mən buradan bu Məmmədova, buradan hansısa bir PDF-dir. Məsələn, Gülarə, elə bu olsun. Bunun linkini əlavə edirəm. Baxın, oku vurduğum zaman artıq link əlavə olunub. Görürsünüzmü? Rəngi dəyişdi. Bir dəfə klikləsəm üzərinə, baxın, artıq yaxınlaşdırdığım zaman da görünür ki, bunun üzərində link var. Bir dəfə klikləyən zaman nə edirəm ki, o açılmalıdır. Neçə dəqiqə? Çox ehtimal o burada cədvəl açıq idi. Hansı cədvəl idi o? Neçə dəqiqə bu cədvəlləri bağlayaq, yenidən yoxlayaq. Çünki o cədvəlin hansısı açıq idi. Gəlin, eyb yox, yenidən əlavə eləyək. Artıq açılıb. Bu cədvəl açılıb deyə rəngi dəyişdi. Gəlin başqasını əlavə eləyək. Tutaq ki, elə bu elmiş olsun, fərq yoxdur. Oku vuraq, gəlin üzərinə klikləyək. Baxın, kliklədiyim zaman artıq nə oldu? Mənim o hansı ki elmi iş adlı bir PDF-im var idi, o açılmalıdır. İndi məndə o OneDrive-dadır deyə məni ora göndərəcək. Baxın. Aha, baxın, artıq həmin elmi iş açılmış oldu. Bağlayaq və yaxud da siz internetdən hansısa bir linki gətirmək istəyirsiniz. Bunun üçün nə edirsiniz? Əvvəlcə gedib həmin belə deyə internetdən gətirmək istədiyiniz nədirsə onun linkini kopyalamalısınız. Məsələn, mən daxil olub elə öz YouTube kanalımdan tutaq ki, hər hansı bir dərs videosunun linkini əlavə eləmək istəyirəm və yaxud da hər hansı bir short video.
Məsələn, gələk elə buradan bir short videosun linkini götürək. Baxın, linki götürmək üçün nə edirik? Gəlirik paylaşım hissəsindən buradan. Linki götürdüm artıq. Linki götürdükdən sonra daxil oluram Excel-imə. Ta ki, indi Orizoba həmin linki əlavə eləmək. Gəlib daxil oluram, linkin üzərinə kliklədiyim zaman artıq burada Browse page hissəsi var. Baxın, buradan. Buradan indi o linkin adını nə qoymuşduq? Hə, baxın buradan. Adres hissəsinə yapışdırıram. Ctrl V. Oku vurdum. Oku vurdum. Artıq nə oldu? Məndə burada link əlavə olundu. Fikir versəniz artıq bu linklər açılıb deyə rəngi solub, amma bunda hal-hazırda açıq deyil. Üzərinə kliklədiyim zaman artıq o linkə birbaşa daxil olacaq. Müəllim olmaq kitablarda yazılan hər Yəni bu şəkildə. Linki də əlavə eləmək öyrəndik. Sonra text hissəsi var. Text hissəsi Word-də olduğu kimidir. Yəni siz bura hər hansı bir mətn qutusu, baxın mətn qutusu daxil eləyib, bunun üzərində hər hansı bir yazı qeydlərimi apara bilərəm mətn qutusunun üzərində. Sonra gələk header, footer, yəni sərlövhə əlavə eləyə bilərəm. Header başlıq hissəsinə sərlövhə əlavə eləyə bilərəm. Footer isə ayaq hissəsinə sərlövhəni əlavə eləyə bilərəm. Yəqin ki, sərlövhənin nə olduğunu bilirsiniz. Adətən hansısa müəllim özünə vəsait yazdığı zaman başlıq hissəsində adı, soyadı, telefon nömrəsi və sair qeyd olunur. Sonra Word adlar var ki, dekorativ yazılar yazmaq üçün istifadə olunur bunlardan. Signature line, belə deyək də, online imza atmaq da. Object isə hər hansı bir, belə deyək, mən create from, hal-hazırda Excel-in daxilindəyəm. Amma gedib hər hansı bir, belə deyək, tutaq ki, elə burada məndə aksesə aid bir sənəd var. Onu gətirib burada aça bilərəm. Oku vurduğum zaman, indi əgər o varsa, bura gəldi. Baxın, indi üzərinə kliklədiyim zaman, əgər bu aktivdirsə, mənim belə deyək, kompüterimdə varsa, işlək vəziyyətdədirsə, o açılmalıdır. Yəni, hər hansı bir, yəqin ki, Word-dən bilirsiniz, tutaq ki, Word-ün daxilində ola-ola biz gətirib bura hansısa PDF-in içərisində yerləşdirə bilərik. Onu hardan edirik? Object hissəsində. Sonra gəldik simvollar hissəsinə. Simvol nədir? Simvolda equation hissəsi var, bir də simvol hissəsi var. Equation hansı ki, düsturlar əlavə eləməkdir. Riyazi düsturlara, buradan hazır düsturları əlavə eləyə bilərik. Və yaxud da hazır olmayan düsturlara özümüz tərtib eləyə bilərik. Bunu necə eləyirik? Simvolda gəlib equation üzərinə klikləyəcək. Equation üzərinə kliklədiyimiz zaman bizdə yenə əlavə bir tab açılır. Həmin tabın daxilinə eləyə bilərik. Və yaxud da gəlib buradan aşağıda baxın, işarə. Burada int equation var. Üzərinə kliklədiyim zaman belə bir pəncərə açılır. Tutaq ki, hansısa bir düsturu yazmaq istəyirəm. Məsələn, A plus B-nin kvadratının açılışını yazmaq istəyirəm. Tutaq ki, A kvadrat. İndi burada mənim xəttim biraz normal görünmür. Yenə oxuyacaq. A plus B-nin kvadratının açılışı məsələn. A-nın kvadratı plus B-nin kvadratı plus tutaq ki, 2. İndi ola bilər ki, mənim xəttim burada normal görünmədiyi üçün, əlimlə yazıram deyə, xəttim normal görünmədiyi üçün bu tam başa düşmədi mənim nə yazmaq istədiyimi. Amma yəni siz düsturlarınızı burada belə də əlavə eləyə bilərsiniz. Həmçinin bu simvol hissəsində elə simvol bölməmiz var ki, hansı ki, burada bizim müxtəlif simvollar var ki, yəni klaviaturamızın üzərində yoxdur və yaxud da belə deyək də, hansısa bir dildə. Burada səhv eləmirəmsə, Çin dili falan da olmalıdır. Yəni, hansı ki, simvollar axtarırıqsa, hamısını simvolun içərisindən tapıb gətirə bilərik. Baxın, buradan. Bu şəkildə əlavə eləyirik. Inserti vurduğumuz zaman əlavə olmuş olacaq. İndi baxın, bu insert tabını bitirdik sizlə. Yəni, çox xırdalığına, dərinliyinə qədər təəssüf ki, vaxt məhdudiyyətimiz olduğu üçün gedə bilmirəm. Ən azından az da olsa, xırda-xırda da olsa məlumatları sizə vermək istəyirəm. Insert tabında bir sıralığınız yoxdursa, keçək Page Live tabına. Mən sizə əlavə olaraq da Günay xanıma PDF ataram. O PDF-i sizlə paylaşar. Oxumaq istəsəniz. Suallar yoxdursa, keçirəm Page Live tabına. Keçək. Deməli, gəlin ilk öncə bunları silək buradan.
Aha, gələk page layout-a. Görək page layout-da nə var? Page layout tabımızın daxilində olan lent qrupları hansılardır? Temalardır, page setup'dır, scale to fit'dir, sheet options'dur, bir də arrange lent qrupları var ki, siz bu arrange-i artıq həm Word-dən, həm PowerPoint-dan artıq tamamilə nə olduğunu, nə işə yaradığını bilməlisiniz deyəndə üzərindən keçəcəm. Temalar hissəsi, temalar nədir? Tutaq ki, mən bu cədvəlimi belə deyək də temasını dəyişmək istəyirəm. Bu düzdür, bu dəyişiklikləri biz daha gözə çarpan PowerPoint-da görə bilirik. Amma burada da yəni müxtəlif formatlarda test eləyə bilərsiniz. Amma daha çox biruzəni verir bizdə PowerPoint-da. Gəlin PowerPoint-dan da bir dənə açım qısaca göstərim. Tam aydın olsun nə demək istəyirəm. Baxın. Gəlir PowerPoint-a tutaq ki, temalar hissəsi bizdə PowerPoint-da baxın dizayn tabındadır. Baxın burada. Eyni fikir versiniz, baxın ekranı böləcəm. Eyni temadır. Baxın, açın buradan. Neçə dəqiqə baxın, yaşıl tema, Face. Eyni temadır. Burada gördüyünüz kimi görünüşü bu şəkildə olur. Amma PowerPoint-da daha ön plana çıxmış olacaq. İndi bunu bağlayaq, keçək Excel-imizə. Sonra bu temalar hissəsində biz başqa nə edə bilirik? Rəngi dəyişə bilirik. Tutaq ki, bu temada ümumi dəyişimdir də. Baxın, bu ümumidir. Amma mən istəyirəm ki, sırf müəyyən hissənin rəngini dəyişim. Baxın, gəlirəm buradan istədiyim rəngi seçə bilirəm. Sonra font var. Fontu dəyişə bilirəm. Yəni, bizdən çox istifadə edədiyimiz fontlar hansılardır? Calibri'də, Arial'dır, Times New Roman'dır və s. Məsələn, mən istəyirəm Arial'da qalsın və yaxud da Calibri olsun. Məsələn, Calibri'də yazı şrifti bu şəkildədir. İndi gəlib onu Arial edəcəm. Baxın, gəlib buradan Arial edirəm. Sonra effekt hissəsi var. Effekt hissəsi burada çox da belə deyək, hiss olunmur. Demək olar ki, tamamilə hiss olunmur. Daha çox PowerPoint-da biz bu effekt hissəsini hiss edə bilirik. Effekt əmrini. Sonra gəldik page setup hissəmizə. Page setupda birinci marriage var. Marriage nədir? Kənar boşluqları təyin etməkdir. Hansı ki, məsələn, biz sənədi çapa verərkən fayl menüsündən, baxın, buradan da print hissəsindən də o kənar boşluqları təyin edə bilirik. Baxın, normal marriage-də gəlin, məsələn, wide eləyirəm, boşluğu biraz daha çox verirəm və yaxud da narrow edib ümumiyyətlə boşluq, baxın, ara məsafə çox cüzi qoydum. Yəni, bunu biz həm print hissəsindən edə bilirik, həmçinin də gəlib burada page layout-da, page setup lent qrupunda marriage əmrindən də yerinə yetirə bilərik. Sonra orientation, bir də landscape var. Orientation nədir? Düz, belə deyək də, A4 vərəqi şəklində hər hansı bir sənədi kopya çapa verməkdəsə. Bir də var landscape seçib mən onu albom vərəqi şəklində tərsə tutaq, belə deyək də, mətni albom vərəqi şəklində çapa vermək istəyirəm. Ondan buradan print hissəsindən çox belə bilinməyəcək bu. Daha planda görünmüş olur. Sonra gəldik buradan size-a. Size-da nədir? Vərəqimizin ölçüsü. Yəni siz çapa verdiyiniz zaman vərəqə. Fayda ses verdi. Zəhmət olmasa səsləri bağlayardınız. Ay. Çıxmadı. Çəkəkdən xanımın səsini bağlayayım, yoxsa bizə mane olacaq. Aha. Səsə keçirdik. Deməli, harada qalmışdıq? Size hissəmizdə. Vərəqin belə deyək də, A3 vərəqi, A4 vərəqi nədə çapa vermək istəyirsə, tutaq ki, vərəqin növünü seçə bilərik buradan. Sonra print area hissəmiz var. Print area nədir? Mən çapa vermək istəyirəm sənədi. Bir var, bütöv şəkildə çapa verəm. Baxın, məsələn, bunu gedib çapa versəm bu sənədə print hissəsindən, baxın, bütöv şəkildə çapa gedəcək. Amma mən istəyirəm müəyyən hissəni çapa verim, bütöv yox. Məsələn, gəlib seçirəm. Gələk buradan seçək. Bu hissəni sırf çapa vermək istəyirəm. Məsələn, gələm buradan print area hissəsindən send print area vurduğum zaman artıq hansı ki hissəni çapa vermək istəyirəmsə, o hissəni görəcəm. Çapa verməyin belə deyək də qısa yolu Ctrl-P. Mən Ctrl-P-ni vurduğum zaman da fikir versəniz, sırf mənim seçdiyim sahə çapa getmiş olacaq. Əgər indi mən bunu deaktiv eləmək istəyirəmsə, baxın, hal-hazırda da print area eyni görünür. Baxın, sırf seçdiyimizdə. Mən bu hissəni deaktiv eləmək istəyirəmsə,
Gəlib print area hissəsinə clear print areanı vururam və silmiş oluram. İndi fayldan daxil olduğum zaman printə və yaxud da Ctrl P-ni vurduğum zaman əvvəlki formada görmüş olacaq. Sonra page break var. Page break nə idi? Yəni bizim kursorumuz durduğu yerdən artıq nə edirdi? Biz sanki səhifəni bölürdük. Yəni belə deyək də, yeni bir səhifə açmış olurduq break hissəsinə, page break. Və yaxud da onu remove page break eləyə bilərik, reset all page break eləyə bilərik. Sonra background var. Background nədir? Belə deyək də, cədvəlimizin arxa fonuna hər hansı bir təsvirin əlavə olunması. Məsələn, mən gəlirəm buradan təsvir əlavə eləmək istəyirəm. Kompüterin daxilindən də əlavə eləmək olar və yaxud da internetdən də. Kompüterin daxilindən hər hansı bir təsvir əlavə eləmək istəyirəmsə, from a file-dan istifadə edirəm. Yox, internetdən istəyirəmsə, gəlib daxil oluram ikinci hissəmə və oradan artıq əlavə eləyəcəm. İstərsəniz axtarış bölməsinə hər hansı bir təsvir axtarırsınız, onun adını da qeyd edə bilərsiniz və yaxud da burada hazır belə deyək də bəzi təsvirlər var ki, onları da götürə bilərsiniz. Məsələn, gələk buradan hər hansı bir təsviri götürüb əlavə edək. Aha. Baxın, görürsünüzmü? Artıq cədvəlimizin arxa fonunda biz təsviri əlavə etmiş olacaq. Bəs indi tutaq ki, bu təsviri silmək istəyirsinizsə, gəlirsiniz buradan delete background-a vurursunuz və həmin təsviri deaktiv eləmiş olursunuz, yəni silmiş olursunuz. Adətən belə deyək də, rəsmi iş yerlərində və ümumiyyətlə belə deyək, Excel-də təsviri çox nadir hallarda, bəlkə kimsə indi nəsə özü üçün nəsə bir cədvəl qurduğu zaman əlavə eləyə bilər, amma normalda biz cədvəlimizin arxa fonuna təsvir əlavə etmirik. Sonra print title hissəsi var. Print title-da nə görürük biz? Məsələn, mən istəyirəm ki, çap zamanı, məsələn, məndə burada, baxın, hal-hazırda tor-tor xətləri görürsünüz, düzdürmü? Mən istəyirəm ki, bu çap zamanı bu tor-tor xətlər görünsün. Normalda bir dənə Ctrl P vuraq, arxa fona fikir verin. Print previews. Baxın, arxa fon bu şəkildədir. İndi gəlin biz title-ı aktivləşdirək. Gəlirəm buradan, nə edirəm? Radiance hissəsinə print preview vurduğum zaman. Fikir verin, mənim ki, cədvəlim hansı ki, sahəni təşkil eləyirəm. Baxın, həmin hissə, bunu belə elədir. Dəqiqə. Aha, print preview. Hansı ki, hissə var ki, cədvəlim hansı hissəni əhatə edirsə, orada tor xətlər görünür. Çünki o tor xətlər deaktiv idi. Mən nə eləmiş oldum? Aktiv etmiş oldum. Yenə deaktiv etmək istəyirəmsə, gəlirəm buradan tor xətti götürürəm. Və yaxud da mənim cədvəlim görürsünüzmü? Yəni, az da olsa rəngi var da, yuxarı hissəsində, başlıq hissəsində rəngləri görürsünüz. Amma mən istəyirəm, deyirəm ki, hər şey ağ və qara olsun. Yəni, rəng olsa belə ağ-qara görünsün. Print preview-nu vurduğum zaman fikir verin, ancaq ağ-qara oldu. Sonra gəlin də onu da deaktiv eləyək. Sonra gəlirik draft QLT hissəsinə. Preview elədiyimiz zaman, baxın, o xətlər var idi, hansı ki, o xətlər götürülmüş oldu. Cədvəlimiz bu şəkildə, daha doğrusu print cədvəli çapa verdiyimiz zaman görünüş vərəqdə bu şəkildə görünmüş olacaq. Sonra gələk buradan son olaraq roof and column seeding hissəsi var. Yəni mənim bu sətir və sütun başlıqlarım görünsün və yaxud da görünməsin. Mən hal-hazırda aktivləşdirdim. Mənim sətir və sütun başlıqlarım, yəni sütun adları və sətirlərim buradan görünmüş olur. Amma normalda biz onu deaktiv elədiyimiz zaman çap zamanı görünmür. Sonra, baxın, Dovun Z-over var, yəni görünüş çap formatı belədir. Amma mən istəsəm bu formatı dəyişə bilərəm. Gəlib ikincini seçirəm və preview elədiyim zaman, baxın, format dəyişdi. Görürsünüzmü? Diqqət eləsəz, artıq bizim formatımız dəyişmiş oldu. Sonra görək buradan nəyə toxunmadıq. Aha, comment. Kommentlər varsa, baxın, no nə yazılıb. Yəni, kommentlər görünmür. Amma mən kommentlərin görünməyi istəyirəmsə, gəlib buradan aktivləşdirə bilərəm, kommentlər görünsün. Və yaxud da mənim cədvəlimdə hər hansı bir error varsa, mən onun necə görünsün. Həmin erroru mən necə görüm. Buradan seçə bilərəm. Baxın, hansı formatda görünsün. Gəlin bunu da deaktiv eləyək, əvvəlki formata gətirək. Yəni, buradan təyin eləyə bilərik. Sonra, gəldik Scale to Fit hissəsinə. Yəni, biz buradan avtomatikdə, hamısı avtomatikdədir, səhifəmiz
Baxın, yəni bu necədir? Bir də çap verdiyimiz zaman biz görürük ki, 1 dənə, 2 dənə, 3 dənə, ta ki 9 dənə biz bir dənə vərəqdə çapa verə bilərik səhifəni. Bax ki, necə ki Word-də var idi ki, bir dənə A4 vərəqinə, məsələn, 2, belə idi də 1 səhifə, 2 səhifə, 4 səhifə belə. 8 səhifə sığışsın. Bunu da eyni ilə bu şəkildə təyin edə bilərik. Həmçinin mən çap zamanı, baxın, mən print Ctrl P verirəm. P-ni vurduğum zaman belə deyək, həcmi bu şəkildə görürsünüz. Amma mən buradan istəsəm, gəlib bunu dəyişir. Məsələn, 400-ə qoyuram. 400% eləyirəm. İndi gəlib buranı Ctrl P verdiyim zaman artıq görürsünüzmü? Mənim ad hissəm bu şəkildə, baxın. Yəni həcmimi böyütmüş oldum. 400 eləməyin, məsələn, 150 eləyin, 300 eləyin, 100 eləyin və s. Məsələn, istəsəniz dəyişə bilərsiniz. Sonra gəldik buradan nəyə? Sheet Optionslar hissəsinə. Sheet Optionslarda Gradient hissəsi var ki, baxın, View. Hal-hazırda biz xətləri görürük. Baxın, buradakı xətlərin hər birini görürük. Amma mən View-nu vururam, artıq gizlətmiş oldum o xətləri. Yalnız cədvəlimin daxilində olan xətləri görürəm. View-nun üzərinə quşu qoyuram, artıq aktivləşdirəm. Biri də var Print. Hal-hazırda Ctrl P vuranda gördüyünüz kimi arxa fonda xətlər yoxdur. Amma mən gəlib buradan Printdən quş işarəsini qoyub Ctrl P vurduğum zaman artıq baxın, burada o xətləri, baxın bu hissədə o xətləri, cədvəlimiz olan hissənin xətlərini görmüş olursunuz. Buradan da götürmüş olurum. Sonra, baxın, hal-hazırda siz mənim sətir və sütunlarımı görürsünüz. View-nu vurduğum zaman artıq mənim nə sətrim, nə sütun başlığım görünmür. View-nu vururam, aktivləşdirirəm. Həmçinin printdə Ctrl P-ni vurum. Baxın, hal-hazırda mənim sətir və sütun başlıqlarım görünmür. Amma mən gəlib buradan quşu qoyub Ctrl P elədiyim zaman artıq burada sütun başlıqlarım və sətirlərim görünmüş olur. Escape-i vuraq çıxaq. Sonra Arrange hissəsi var. Arrange-də hansı ki, çox keçsiniz, hər hansı bir şəkil əlavə eləmişsinizsə, şəkili ön plana, arxa plana belə deyək də, gətirə bilərsiniz. Sonra Selection Pane seçə bilərsiniz. Hansıları görünsün. Align, belə deyək də, başlanğıc yerini təyin edə bilərsiniz. Sağdan, soldan, yuxarıdan, aşağıdan və s. Qrup halına gətirə bilərsiniz təsviri və yaxud da rotate, sağa, sola, yuxarı, daha da sağa, sola və s. Yəni 90 dərəcə buradan dəyişə bilərsiniz. Məsələn, baxın, hal-hazırda bunu götürək. Təkcə təsvir olmasın. Məsələn, mən bura mətn qutusu göndərmişdim. Baxın, mətn qutusunu dəyişə bilirəm. Sonra Align hissəsindən həmçinin buradan əgər aktivdirsə, belə deyək də, tənzimləyə bilirik. Page Layout tabımızı da bitirdik. Yəni, sizlə bu gün artıq biz Insert və Page Layout-a baxdıq. Bu iki tabdan sualınız varmı? Bura bir şey yazmışsınızmı? Yox. Aha, buradan suallarınız yoxdursa, formulasiyaya baxaqmı? Amma belə deyək, formulasiya tabının bütün funksiyalarından danışa bilməyəcəyik, təəssüflər olsun. Çünki vaxt məhdudiyyətimiz var. İstəsəniz qısaca olaraq bəzilərinin adlarını çəkək, bəzilərinin işləyişinə baxaq. Və suallarınız olarsa, son bir 5 dəqiqə ayıraq sizlə suallarınızı verin. Necə uyğundur sizə? Yaxşı, gəlin funksiyalardan danışaq. Bizim, belə deyək, funksiyalar nə üçündür? Bizim işlərimizi asanlaşdırmaq üçün nə mənada? Məsələn, burada siz tutaq ki, orta məktəb müəllimisiniz, şagirdlərə ortalama bal çıxarmalısınız, düzdürmü? Və yaxud da hər hansı bir müəssisədə işləyirsiniz, maaşların orta qiymətini çıxarmalısınız. Bunun üçün nə edirsiniz? Tutaq ki, normalda, yəni riyaziyyatdan bilirsiniz, nə edirsiniz? Ədədləri toplayırsınız, sayına bölürsünüz. Yəni, burada indi düşünün ki, 16 dənə ədəd var, bunu topladınız, lap sayına böldünüz. İndi düşünün, bir 100 dənə ədəd var. Bu 100 dənə ədədi topla, daha sonra onu sayına böl, oradan ədədi ortanı çıxarın. Görün, nə qədər uzun-uzadı bir şeydir. Amma biz tutaq ki, bu ədədi ortanı hansı funksiyadan istifadə edərək çıxara bilərik? Average funksiyasından. Bu average funksiyası bizim statistik funksiyalarımıza daxildir.
Bəs biz bu funksiya buradakı tutaq ki, ədədi ortanı, məsələn, KSG1-in ədədi ortasını necə çıxara bilərik? Gəlirik hər hansı bir boş xanamıza ilk öncə mütləq və mütləq bərabərdir işarəsini qoymalıyıq. Bərabərdir işarəsini qoyduqdan sonra bizim funksiyamız average. Baxın, A-V yazan kimi zaten burada çıxır. Mən average seçdim. Seçdikdən sonra gəlib, tutaq ki, bütün sütun üzrə ədədi ortanı çıxarmaq istəyirəmsə, bütün sütunu seçirəm və yaxud da müəyyən sütun üzrə çıxarmaq istəyirəmsə, həmin hissəni seçdim. Seçdikdən sonra sadəcə bir mötərizəni bağlayıram. Mötərizəni bağladıqdan sonra Enter düyməsini vurduğum zaman artıq mənim ədədi ortam çıxmış olacaq 77%6. Artıq o tərəfini demirəm də, elə qısaca yuvarlaşdırıb deyirəm 77%6. Tutaq ki, bu KSG1-in şagirdlərin nəticəsi ortalama balı 77. Məsələn, bu oldu bizim ədədi ortamımızın tapılması. Sonra başqa hansı bizim funksiyalarımız var? Ədədin maksimum, minimumunun tapılması. Məsələn, bir cədvəl düşünün ki, cədvəldə siz maksimum maaş alanı çıxarmaq istəyirsiniz, tapmaq istəyirsiniz nə qədər maaş alır və yaxud da minimum. Məsələn, bunun üçün nə edirsiniz? Gəlirsiniz mütləq yenə bərabər işarəsini qoyduqdan sonra əvvəlcə funksiyanı yazırsınız. Ma yazan kimi max çıxır burada. Baxın, seçdiniz. Seçdikdən sonra yenə seçirsiniz. Cədvəlinizə hansı hissəni seçmək istəyirsiniz? Seçdiniz. Mötərizəni bağlayıb Enter-i vurduğunuz zaman baxın çıxarır sizə 92-nə. Gəlib baxıram həqiqətən də buradan görüm ən yüksək nədir? Buradan. Baxın 92-dir. Və fikir versəz, sizin o yazdığınız düstur, biz demişik, bizdə formula bar hissəsi var. Baxın, formula bar. Burada da gəlib həmin xananın üzərinə toxunduğunuz zaman formula barda da siz görə bilirsiniz. Baxın, məsələn, bu 77-92 belə baxanda bilmirsiniz. Nədən alınıb? Hansı funksiyalardan alınıb? Amma gəlib üzərinə toxunanda burada yazılıb average, yəni ədədi orta tapılır. Burada tutaq ki, max yazılıb, yəni maksimum tapılır. Minimum da eyni ilə bu qaydadır. Bərabər yazırsınız minimum. Yazdıqdan sonra həmin istədiyiniz diapazonu seçirsiniz və sizdən oradan minimum balı çıxarmış olur. Sonra başqa funksiyalarımızdan var sum funksiyası. Sum funksiyası nə deməkdir? Toplamaq. Yəni bir var, bu bir ay ərzində siz tutaq ki, işçilərə müəyyən qədər məbləğdə pul verirsiniz. Bir var o pulu hər tutaq ki, işçiniz müxtəlif maaş alır da. Bir var onlar bir-bir toplayasınız. Bir var sum funksiyasından istifadə edirsiniz. Bərabər işarəsini qoyursunuz, sum yazırsınız. Baxın, sum. Sum yazan kimi burada çıxır. Sum funksiyası. Gəlib yenə seçirsiniz bu hissəni. Mötərizəni bağlayıb Enter-i vurduğunuz zaman göstərir ki, tutaq ki, burada KSG balları, indi bizdə düzdür, KSG balı uyğunsuzsa, indi düşünün ki, sanki burada maaşlar yazılıbdır, 89 manat, 78 manat və s. Tutaq ki, burada 1156 manat pul var. Bir ay ərzində siz işçilərə 1156 manat tutaq ki, pul verəcəksiniz. Daha sonra digər funksiyalarımızda hansı funksiyalarımız var? Produkt funksiyamız var ki, hasildə. Nəyinsə hasilini tapmaq. Yəni, bərabər qoyursunuz, pro yazırsınız, pro. Yəni, produkt. Gəlin buradan seçdim. Məsələn, mən lap elə buradakı xanamla qoşa nöqtə qoyun. Bircə dəqiqə buradan istifadə edək. Aha. Tutaq ki, buradakı xanamın daxilindəki, buradakı xanamın daxilindəki ədədə bir-birinə vurmaq istəyir. Gəlib Enter-i vurduğum zaman 77 tutaq ki, %6-nı 92-yə vurduğum zaman tutaq ki, belə bir ədəd alır. Və yaxud da ola bilər ki, buradakı hansısa ədədlərin bir-birinə hasilini hesablamaq istəyirsiniz. Başqa var, sum if funksiyamız var ki, müəyyən şərt daxilində ədədlər toplanır. Məsələn, şərt verirsiniz ki, maaşı 70 manatdan yüksək olanların sırf pulları və yaxud da 300 manatdan yüksək olan şəxslərin sırf pulları hesablansın. Şərt daxilində bunu edirsiniz. Yəni, sum if şərt funksiyasıdır. Şərt daxilində toplamadır. Sonra count saymaqdır. Sırf ədədləri saymaq. Baxın, gəlin, məsələn, bərabər qoyuram. Mən, məsələn, buradakı ədədləri saymaq istəyirəm, düzdürmü? Bilirik ki, bizim ədədlərimiz, məsələn, buradakılardır da. Bir-bir saymaq və bir var, bir-bir sayasınız, bir də var, count funksiyasından istifadə edirsiniz. O yazan kimi zaten çıxır burada count funksiyası. Gəldim, seçdim. Bütöv cədvəlimi seçsəm, belə baxın, normalda bütöv cədvəlimi seçsim, düzdürmü? Bütöv cədvəlimi seçməyimə baxmayaraq, sırf məndə haradakı ədədlər var. Gözü bu sayan əlimdə idi başqa bir şeyə. Yenidən yazaq. Deməli, count. Aha. Gələk seçək cədvəlimizi. Baxın, mən halbuki burada
Sırf belə deyək, bütün cədvəlimi seçmişdim, amma sırf mənə nəyi çıxardı? Ədədləri buradan çıxarmış oldu. Və mənim ədədlərim də görürəm bir burdadır, bir burdadır. Baxın, bir burdadır. Bu 3 hissədir də, bu 3 dənə diapazon belə deyək. 3 dənə sütunumda sırf ədədlərim. Onların da hərəsində neçə dənədir? 15-15 olanda indi bir də harda ədədim var? Hə, bir də burada. Buradakını da ədəd kimi saydı. Ümumilikdə 60 dənə ədədin olduğunu çıxardı. Sonra count A var. Count A nə deməkdir? Count A cədvəlin daxilində fərqi yoxdur. Hərfim olsun, mətn olsun, yəni nə olur olsun, hamısının sayını çıxarır. Count if funksiyamız var. Çox şərt daxilində, yəni şərt verir və şərtə uyğun olaraq bizə deməli neyini, müəyyən məlumatları çıxarmış olur. Başqa funksiyalarımızdan məntiqi funksiyalarımız var. True, false, and-dir, or-dur, not-dur, if-dir. Mətn funksiyalarımız var. Len-dir, left-dir, right-dir. Yəni ən çox istifadə olunan, belə deyək də, daha çox bizim görəcəyimiz funksiyalardır. Əsas bizim görəcəyimiz funksiyalar bir riyazi funksiyalar, bir də statistikadır. Riyazi funksiyalarımızdan qüvvətə yüksəltmədir, toplamadır, sonra hasil tapılmasıdır, şərt daxilində toplamadır, statistikadan ədədi ortanın tapılması, maksimum, minimumdur, count saymaqdır və s. Məntiq, tekstdir, daha sonra məntiqidir. Bunlar isə belə deyək də çox istifadə olunur. Bunlar qədər çox istifadə olunur. Sonra burada fikir versəniz, bizdə əslində funksiyaların sayı çoxdur və hər bir funksiyanın işləyişi də müxtəlifdir. Yəni mən desəm ki, buradakı funksiyalar var. Baxın, bunların içərisində olan bütün funksiyaların hamısının işləyişini əzbər bilirəm, yox. Sadəcə istifadə elədikcə yavaş-yavaş daha çoxunu belə deyək də insan öyrənir. Sadəcə tətbiq lazımdır. Hamısına baxın, hələ burada da var. Yəni tətbiq eləyərək yavaş-yavaş biz bunu nə edirik? Öyrənmiş oluruq. Belə deyək, artıq təlimimizin yavaş-yavaş yekununa gəlirik. Nəsə suallarınız varsa verə bilərsiniz. Təəssüflər olsun ki, vaxt məhdudiyyətimizə görə, yəni sonuncu təlimimiz olduğu üçün biz sizdən data tabına bir toxuna bilmədik. Review view-nu isə artıq düşünürəm ki, siz yəni Word-də və PowerPoint-da yəqin ki, üzərindən keçiblər. Çox da problem olmaz. Yəqin ki, bunları bilərsiniz. Bir dənə data sizə heç tanışı olmayan bir tabdır. Amma mənim özümün, belə deyim, YouTube-da çəkdiyim videolar var. Cunay xanıma ataram, o sizdən bölüşər. Əgər maraqlı olsa, oradan baxarsınız. Suallarınız varsa, buyurun suallarınızı verin, cavablandırım. Suallarınız yoxdursa, yavaş-yavaş yekunlaşdırım. Cunay xanım, buradasınızmı? Çox sağ olun, təşəkkürlər. Buyurun, xoşdur. Salam, hər vaxtınız xeyir olsun. Günay xanım yoxdur, amma buradayıq. Aha, hər vaxtınız xeyir olsun. İştirakçıların sualları yoxdursa, siz əgər bitirmək istəyirsinizsə, bitirə bilərik. Aha, Çox sağ olun, dəvətimizi qəbul etdiyiniz üçün. Girməliyəm. Çox sağ olun, minnətdarıq. Həm öz adımızdan, həm qoşulan bütün iştirakçılar adına sizə təşəkkür edirik ki, öz dəyərli vaxtınızı ayırdınız. Həqiqətən çox faydalı bir təlim idi. Mövzu da maraqlıdır. Həm düzdür, Excel biraz çətin anlayışdır. Excel-i bir günə, 2 günə öyrənilməsi bir proqram deyil. Peşəkar şəkildə bilməsək də, əsas odur öz işimizə yarayar qədər öyrəndik bu gün. Minnətdaram bir daha, təşəkkür edirəm. Oldu, sağ olun. Yenə də nəsə sualınız varsa, mən bir 5 dəqiqədə sizə ayrı vaxtdan suallarınızı cavablandıra bilərəm. Əgər suallarınız yoxdursa, yavaş-yavaş yekunlaşdıraq. Mənim üçün də xoş idi sizin auditoriyada, belə deyək də, sizin tərəfindən keçirilən təlimlərdə iştirak eləmək və təlimçi kimi burada nəsə faydalı bir məlumat vermək. Sırf mənimlə mi əlaqə yaratmaq, yoxsa ümumiyyətlə təşkilatla mı? Mənlə əlaqə yaratmaq istəsəniz, indi hal-hazırda burada İnkişaf Mərkəzi, sizin adınızı öyrənə bilərəmmi? İnkişaf Mərkəzi adı ilə qoşulan şəxs. Bəli, Müşfiq Darverdiyev. Müşfiq bəydən də istəsəniz mənim məlumatlarımı əldə edə bilərsiniz.
Və yaxud da mən bura telefon nömrəmi qeyd edeyim, əgər Müşfiq bəyin icazəsi varsa, oradan da nömrəmi götürüb mənə yazıb suallarınızı verə bilərsiniz. Buyurun, buyurun. Buyurun. Nömrəmi qeyd edeyim bura. Əlavə materiallar lazım olsa yazarsınız, əlavə məlumatları da mən sizin üçün ataram. Və yaxud da elə Müşfiq bəyə ataram, o sizinlə paylaşar, necə uyğundursa. Çox sağ olun, minnətdarıq. Təşəkkür. Oldu, sağ olun. Gecəniz xeyrə. Xeyrə qalsın. Sağ olun yoldaşlar.